Hər vaxtınız xeyir olsun, dəyərli marafon iştirakçıları. Özümü bir anlıq Interstellar filmində hiss elədim. O zaman fərqli keçir də. Keçən videonun sonunda bu qələm əlimdə idi. İndi də bu videonun əvvəlində əlimdədir. Siz bir gün ötüb, dünənki videomun bitişi ilə bugünkü videonun başlanğıcı arasında artıq bir gün ötüb, amma məndə isə bir dəqiqə keçib. Dərhal o video keçdik. Belə, indi keçək gün 5-ə. Baxaq bu gün 5-də bizi nə gözləyir. Baxdım, məktubu qısa yazmışam. Əsas məsələ içəriyidir. Tapşırıq nümunələri var, onlar genişdir. Məktub ana verəcəyim mesaj qısadır. Baxaq, görək İmamverdi Behbudlu burada nələr yazıb, nələr qeyd edib. Bir yerdə baxaq. Bu məktubun adı ilə söhbət elədi. Söhbət et. Deyir, fikir ver. Bazarda bir satıcı var ki, qışqırmır, sadə və səmimi dildə deyir. Gəl bacı, gəl qardaş, bax bu şal təmiz yunandır, həm də bu havalar üçün əla olar. Və bir də var, sadəcə məhsulu göstərir, heç bir şey demir, sanki alıcı özü anlasın deyə gözləyir, səncə kimdən alırlar? Əlbəttə ki, birinci, yəni dərhal insan ağlına o gəlir ki, təbii ki, birincidən alırlar da. Sosial mediada da bu belədir. Postların sadəcə şəkilli və quru məlumat olmamalıdır. Müştəri səninlə söhbət etmək istəyir. Sən isə postla, sanki onunla danışmalısın. Onun hiss etdiyi problemi anlayıb, mehribanlıqla həll yolunu göstərməlisin. Buna uyğun metafora isə post bərabərdir sənin müştərinlə bir stəkan çay süfrəsində söhbət. Nə qədər biz tətbiq edirik həqiqətən bunu? Nə qədərimiz postu elan kimi paylaşırıq, duyuru kimi paylaşırıq, sloqan kimi paylaşırıq və s. Anons kimi paylaşırıq. Soyuq, rəsmi və quru danışsan, adam çay belə içmədən durub gedər. Yəni, qərar sizindir. Yaxşı post necə olmalıdır? Birincisi, danışıq dilində və səmimi olmalıdır. Sosial media bunu tələb edir. Artıq vergi qurumu kimi önəmli bir qurumlar belə sadə dildə, hekayə dilində anlatmağa başlayıb postları. Dövlət qurumlarına belə bu şəkildə bu yansımağa başlayıb. Qaldı ki, yəni biz sadə bir şəkildə bir məhsul satırsansa, niyə kompleks dildən istifadə edək? Danışıq dilində. İnsanların anlayacağı dildə anlatır. Müştərinin problemini başa düşən. Yaxşı post necə olur? Müştərinin problemini başa düşən post olur. Onun hisslərini nəzərə alan, hisslərinə toxunan post olur. Özünü yuxarıdan aparmadan dostcasına həll təklif edən bir post olur. Yəni, mən bilirəm, əjdahayam, sən hələ təzə öyrənirsən, ədası ilə yox. Sanki problemi bir yerdə yaşayırmış. Şimdi tapşırığımıza baxaq. Sənin məhsul və xidmətini hələ kimi, sənin məhsul və xidmətinə həll kimi təqdim edə biləcəyin bir real problem düşün. Buna biz müştəri problemi deyirik. Belə bir problem tapırsan. İndi həmin o müştəri problemi ilə əlaqəli bir post yaz. Elə yaz ki, sanki dostuna bu məsələni izah edirsən. Birinci, nə edirsən dostuna bu məsələni izah edirsən? Bu storytellingin belə lore dildə izahıdır da, anlatabildim necə? Birinci, problemi təsvir edirsən. İkinci, niyə belə olur deyə başa salırsan. Yəni, nə baş verdiyini. Çox qəşəng bir ifadə və bir problem varsa, birinci problemin nə olduğunu təyin etmək lazımdır, ona uyğun hərəkət edək. Gedirsən həkimə, həmən nəyin yer? Analizlər verir, get bu analizlər ver, ondan sonra, ondan əvvəl sənə işinə deyənmir. Yəni, o şəkildədir. Biz də postda birinci problemi təsvir edirik, sonra nə baş verdiyini izah eləməliyik ki, o ondan sonra qərar versin ki, mən bunu edeyim, yoxsa bunu edeyim. Sonra kiçik bir faydalı ipucu veririk. Deyirik ki, bax bunu elə, bunları tətbiq elə, okeydir. Ya da bu məhsul al və s. Çətin sözlər, çox uzun cümlələr yox, səmimi, qısa və rahat dildə danışırıq. Buna aid indi tapşırıq nümunələri hazırlamışam. Bunları baxırsınız və s. Bu da nümunələrdir. Bunlara baxıb, buna uyğun hazırlayırsınız. Baxın, indiyə ki, mən sizə tapşırıqları yoxlaya bilmirəm. Artıq hamı yetişkin insandır yəqin ki, tapşırıq yoxlamağıma ehtiyac yoxdur. Marafon bura kimi gəlmişsə, tapşırıqları demək edirsiniz. Mütləq mənada tapşırıqları dərin bir şəkildə eləməyimiz lazımdır.
Yoxsa elə o verimliyi ala bilməzsiniz. Ona görə tapşırıq nümunələrinə baxın, verdiyim tapşırığı yerinə yetirin. Hər şey aydındır məncə orada. Qaranlıq bir məqam yoxdur. İndi bu cür postlar potensial müştərilərinizdən belə bir hiss yaradacaq. Bu adam məni anlayır və doğrudan da kömək edə bilər. Məsələ budur. Siz məsəl üçün bu ifadəni kimə qarşı işlətmirsiniz? Bir düşünün. Həmin şəxslər nə ediblər sizə ki, bu ifadəni işlətmirsiniz? Əslən, bunları ediblər. Sosial mediada və yaxud da kənarda. Beləliklə, inam yaranır. İnam varsa da satış gəlir. Sabah isə sənə göstərəcəm ki, reklam necə qorxmadan, amma ağıllı etməlisən. Reklamı necə qorxmadan və ağıllı etməlisən. 6-cı gün, bəli, reklamın mövzusudur. Adı da maraqlı qoymuşam adında. Nənəmin zəngin sandığı. Nənəmin zəngin sandığı reklam. Qəşəng bir metafora ilə o məktubu işləmişəm. Sabahda onu oxuyaq. Sabah dediyim, indi birazdan mən oxuyacağam, amma siz sabah onu dinləyəsiniz. Haydi, qalın salamat, sabah görüşərik, artıq sona yaxınlaşırıq. Etmədiyiniz tapşırıqlar varsa mütləq edin. Yəni, yığılmış tapşırıqlarla sabahki dərsə gəlməyin. Sonlara yaxınlaşırıq. Düşünürəm ki, hər adam bura kimi gəlmir. Ancaq istəklər, öyrənənlər və bu prosesə maraqlı olanlar gələcək. Zaten belə olur. Başda 1000 nəfərlə başlayırsınız, sonu amma inanan və artıq qəbul etmiş, anlamış, məsələnin fərqi nə varmış, 50 nəfər qalır, 100 nəfər qalır və bu da elə belə də olmalıdır. Hayır, sabah görüşərik. Çox danışıb sizi də yormuyum.